Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Cünnarə, FES Akademinin kurikulum müəllimi. Əziz müəllimlər, bu gün sizə növbəti ümumi sınavımızı təqdim edirik. Bu sınavlarımız həm MİQ, həm də sertifikasiya üçün uyğundur və imtahanda sizin daha gözəl nəticə göstərməyiniz üçün bir vasitədir. Çünki sınavlar sizin güclü və zəif tərəflərinizi aşkara çıxardır və hansı hissədə problemlərinizin olduğu sizə məlum olur. Ona görə də sınavları işləmək üçün mütləq kanala abunə olun, bildirişləri açıq saxlayın ki, hər dəfə qəbul tipli sınavlar paylaşdıqca sizin bundan xəbəriniz olsun. Gəlin vaxt itirmədən keçək sualların izahına. Birinci sualımız cədvəllə bağlıdır və bizdən uyğunsuzluğu istəyir. Qələmimizi götürək, başlayaq. Bütün şagirdlərin sinif mühitində qaynayıb qarışması onların həmyaşıdları arasında müsbət qarşılıqlı əlaqəni təmin edir. Bununla belə şagirdlərin dərs saatlarından sonra əlavə dəstəyə ehtiyacı ola bilər. Burada səhv heç bir fikir yoxdur. Bəli, şagirdlər əməkdaşlıq etməlidirlər. Müəllim buna şərait yaratmalıdır. Əməkdaşlıq təkcə dərs prosesində yox, dərsdənkənar fəaliyyətdə də özünü göstərməlidir. Birin üstündən xətt çəkirəm, çünki birdə uyğunsuzluq yoxdur. Diferensial təlim öyrənmək üçün daha səmərəli imkanlar yaradır. Müxtəlif qabiliyyətlərə malik olan şagirdlər digər şagirdlərlə eyni sinifdə öyrəndikdə daha çox motivasiya olmuş olurlar. İki də doğrudur. Diferensial təlimin üstünlüklərindən biri odur ki, həm potensialı yüksək, həm də potensialı zəif şagirdlərə uyğun təlim mühiti yaradır. İnteqrasiya edilmiş sinif otağında şagirdlər müxtəlif qabiliyyətlərə malik daha çox şagirdlə qarşılıqlı əlaqə qura bilirlər. İnteqrasiya edilmiş sinif otağı nə deməkdir? Yəni orada bütün potensialda, bütün belə deyim, aşağı, yuxarı fərqi yoxdur. Potensiallı şagirdlərin bir yerə toplaşması, intellektləri fərqli, öyrənmə tərzləri fərqli olan uşaqlardır. Və 3-də doğru fikirdir, amma qabağında yanlış yazılıb. Ona görə 3-ü götürürəm. Sağlamlıq imkanları məhdud olan şagirdlərlə işləmək üçün ənənəvi üsullar onların özünə inamına müsbət təsir göstərə bilər. Təbii ki, ənənəvi üsulların üzərindən xətt çəkirəm. Çünki ənənəvi üsulda biz əsasən müəllim yönümlü təlim prosesinin şahidi olurduq. Amma müasir üsullar isə elə deyil. Şagirdi mərkəzə qoyur, şagirdin maraq və tələbatı daha çox ön plandadır. Yəni, şagird yönümlü təlim daha çox ön plandadır. Doğru yazılıb, ona görə uyğunsuzdur, bunu da götürürəm. Təhsilə çıxışın olması və təhsil həyatında yer almaq bir fərdin müstəqil həyat qazana bilməsi üçün zəruri məsələdir. 5 də doğrudur, amma qabağında yanlış yazılıb. Yadda saxlayırıq ki, cəmiyyətin xilası məhz təhsildən asılıdır. Ona görə də biz 5-i yanlış fikir kimi düşünə bilmərik. Cavabımız oldu D variantı 3, 4, 5. Davam edirəm. Müəllim iqlim dəyişikliklərinin canlı aləmə təsiri mövzusunda mətn təqdim edir. Mətnin bir hissəsində bitkilərin fotosintez prosesinin temperatur və rütubətdən asılı olaraq dəyişməsi izah olunur. Digər hissəsində isə bu dəyişikliklərin ekosistemə və biomüxtəlifliyə təsiri təsvir olunur. Dərsin davamında müəllim şagirdlərə aşağıdakı tapşırıqları verir. Fotosintez prosesinin dəyişməsinin ekosistemə təsirinin səbəb-nəticə əlaqəsini izah edin. Mətn daxilində işlənmiş sifətləri seçərək onların dərəcələrini təyin edin. Mövzu ilə bağlı esse yazın. Müəllimlər, burada biz nə gördük? Azərbaycan dili fənnini gördük də, düzdür? Çünki sifətləri seçmək, səbəb-nəticə əlaqəsini izah etmək və üstə gəl esse yazmaq. Hətta biz Azərbaycan dilinin bir neçə məzmun xəttini burada gördük. Yazı məzmun xətti var, dil qaydaları var. Şagird gedib araşdırma aparıb səbəb nəticəni də izah eləyəcək orada. Yəni, oxuyub anlama da var burada. Dil qaydaları da var, yazı məzmun xətti də var. Fəndaxili inteqrasiya mütləqdir. Söhbət iqlim dəyişikliyi, canlı aləm, biomüxtəliflikdən gedirsə, təbii ki, burada fənlər arası inteqrasiya da olacaq. 2-də cavabımız C variantı. Fənlər arası fəndaxili inteqrasiya. Hər bir müəllim öz məzmun xəttini əzbər bilsin. Baxın, məsələn, bu suala Azərbaycan dili müəllimləri cavab verməlidir. Çünki, belə deyim də,
Azərbaycan dili müəllimi bilir ki, onun fənninin 4 məzmun xətti var. Eləcə də kimya, biologiya, fizika, təsviri sənət, musiqi, həmin müəllimlər də öz məzmun xəttini əzbər bilsə, ən azı sualda fəndaxili inteqrasiyanı tapa biləcəklər. Davam edirəm 3-cü sualına. Aşağıdakı biologiya tapşırıqlarından hansı dərin bilik səviyyələri nəzəriyyəsinə görə genişləndirilmiş düşünmə səviyyəsinə aiddir? Deməli, normana görə bilik şagirdə 4 səviyyədə, çətinlik səviyyəsində təqdim olunmalıdır. Norman deyirdi ki, şagirdin nə öyrənməsi yox, necə düşünməsi daha önəmlidir. Birinci mərhələ xatırlamaq, ikinci mərhələ bilik və bacarıqlar, üçüncü mərhələ strateji düşünmə, dördüncü mərhələ isə genişləndirilmiş düşünmədir və dördüncü mərhələ olan genişləndirilmiş düşünmə ən çətin, ən mürəkkəb tapşırıqları əhatə edir. Hansı ki, orada yaradıcı tapşırıqlar, şagirdin məsələyə fərqli mövqeyi, fərqli baxışı, fərqli planları olmalıdır. Verilmiş ekosistemdə enerji axınının istiqamətini müəyyən edin və qida zənciri qurun. Müəllimlər, A variantı ikinci düşünməyə, yəni bilik və bacarıqlara aiddir. Fotosintez və hüceyrə tənəffüsü proseslərinin oxşar və fərqli cəhətləri, bu da yenə ikinci səviyyəyə aiddir. Genişləndirilmiş düşünmə 4-cü səviyyədir. Ekosistemdə bir növün sayının azalmasının digər növlərə təsirini izah edin. Yenə də ikinci səviyyəyə aiddir bu. Verilmiş məlumatlara əsasən populyasiyanın artım dinamikasını təhlil edib nəticə çıxardın. Nəticə çıxardacaq ikinci səviyyədir. Antropogen təsirlərin müəyyən bir ekosistemdə biomüxtəlifliyə təsirini araşdırın və bu təsirlərin azaldılması üçün strategiya hazırlayın. Yəni bir plan hazırlayın ki, bu təsirlər azalsın. 3-də isə bizim doğru cavabımız olacaq Y variantı. Fikir verdiniz, hətta bunu belə də yadda saxlamaq olar. Normanın birinci səviyyəsi taksonomiyanın elə xatırlamaq mərhələsinə uyğun gəlir. İkinci səviyyəsi anlamaq, tətbiq mərhələsinə uyğun gəlir. Orada bizim əsas açar sözlərimiz sxem, diaqram, cədvəl, müqayisə və s. ola bilər. Üçüncü, strateji bilik dəyərləndirmək və təhlil mərhələsinə daha çox uyğun gəlir. Dördüncü mərhələ isə təhlilin, dəyərləndirməyin üstün səviyyəsi və əlavə olaraq da yaratmaq mərhələsinə uyğun gəlir. Davam edirəm. Müəllim şagirdlər mövzunu daha yaxşı mənimsəsinlər deyə müzakirə təşkil edir. Müzakirə zamanı müəllim şagirdlərə suallar verir, şagirdlər müxtəlif cavablar səsləndirirlər, sonra müəllim müxtəlif tapşırıqlar verir. Elnur verilən tapşırığı hamıdan tez yerinə yetirir və yoldaşlarına mane olmağa başlayır. Onun akademik nailiyyətləri yüksək olsa da, dərs zamanı qaydaları pozmağa meyilli olur. Müəllim hansı addımı atmalıdır? Müəllim dərsə hazırlıqlı gəlin prosedurunu şagirdlərə xatırlatmalıdır. Əslində, burada dərsə hazır gəlib hamı, burada məsələ davranışla bağlıdır. Ona görə A səhvdir. Müəllim şagirdlərə tapşırığı tez bitirəndə nə etməliyik prosedurunu xatırlatmalıdır. B variantını hələ ki saxlayırıq. Müəllim nizam-intizam qaydalarına əməl edin gözləntisini qoymalıdır. Davranış pozuntusu varsa gözlənti qoya bilmərəm, səhvdir. Müəllim davranış qaydalarına əməl edin qaydasını tətbiq etməlidir. D variantı bizim doğru variantımızdır. Mənəvi keyfiyyətlər də, yəni bu şagirddə mənəvi dəyərlər aşağı deyil, davranış pozuntusu olduğuna görə Y variantı da səhvdir. Müəllimlər, indi gəlin B variantı və D variantını biz müqayisə edək. Tapşırığı tez bitirəndə nə etməliyik? Baxın, yoldaşlarına mane olur. Bu ola bilər. Amma deyir, dərs zamanı qaydaları pozmağa meyilli olur. Yəni, ümumən bu qaydaları pozmağa meyilli olur. Müəllim davranış qaydalarına əməl edin, qaydasını tətbiq etməlidir. Yəni, onu şagirdə xatırlatmalıdır, onu şagirdə deməlidir və ehtiyac yaranarsa, müəllim bu qaydanı qoymalıdır. Davranış qaydalarına əməl edin qaydasını qoymalıdır. Tapşırığı tez bitirəndə nə etməliyik? Prosedurunu xatırlamaq artıq bizim ikinci planımızdır. 5-ə baxaq. Müəllim şagirdə tövsiyə edir ki, öz nitqi üzərində işləsin, ünsiyyəti daha cəlbedici və təsirli olsun. Digər insanlar onunla ünsiyyət qurmağa maraq göstərsin. Müəllimin bu tövsiyəsi
Goleman emosional intellekt nəzəriyyəsinə əsasən hansı komponentin formalaşmasına yönəlib? Bu qəbul sualıdır. 5-ci sualımız. Yadda saxlayın ki, müəllimlər, əgər bir şagird öz nitqi üzərində işləyirsə, başqaları ilə ünsiyyət qurmağa maraq göstərməlidirsə, nitqinin cəlbedici və təsirli olması üçün çalışırsa, hansı olacaq bu? 5-ci mərhələmiz münasibətlərin idarə olunması. Çünki münasibətlərin idarə olunmasında şagirdin verbal və qeyri-verbal bacarıqları, liderlik bacarığı, çeviklik, sosiallıq bacarığı və s. bunların hamısı öz əksini tapır. Özünü idarə etmə, şagirdin öz hisslərini idarə etməsi, özünü cilovlamasıdır. Özünü dərk hisslərindən agah olmasıdır. Keçirdiyi hisslərin mənasını anlayıb dərk etməsidir. Motivasiya insanın daxili və xarici faktorlar nəticəsində məqsədə çatmasına yönələn bir fəaliyyətdir. Sosial məlumatlıq da empatiya hissidir ki, başqasının yerinə özünü qoya bilirsən və başqasının keçirdiyi hiss-həyəcanı anlaya bilirsən. Davam edirəm. Verilən rəylərdən hansı effektivdir? Əhsən. Fikirlərini ifadə etmək üçün nümunələrdən yerində istifadə edirsən. Burada oxuduğun olmalıdır. Oxuduğun informasiyanı çalış, həyatla da əlaqələndir. A variantı elə doğru rəyimizdir. Gəlin o biri variantlara baxaq görək, o biri variantlarda nə problem var? Afərin, sənin gözəl yaddaşın var. Bu bizim emosional rəyimiz sayılır. Keçən ay öyrəndiyimiz elə burada saxlayıram. Keçən aydan uşağa rəy verə bilmərəm. Rəy bu günə aid olmalıdır. Sual-cavab prosesində bütün suallara düz cavab versən də, summativdə bunun əksini göstərirsən. Bu da effektiv rəy olmadı. Heç bir şagirdə nə istiqamət göstərdi, əksinə negativ cümlə ilə şagirdə rəy vermiş oldum. Mənim rəyim şagirdə motivasiya verməlidir, ilham verməlidir. Sual-cavab zamanı mövzunu yaxşı anlayırsan və düzgün cavab verirsən. Baxın, mövzunu yaxşı anlayırsan, düzgün cavab verirsən, hansı suallara necə başa düşmüsən? Yəni, rəy dəqiq olmalıdır, müəllimlər, aydın olmalıdır, dəqiq olmalıdır ki, orada şagird nəyi necə başa düşdüyünü anlaya bilsin. Ümumi verə bilmərəm, sən dərsi anladın, sən yaxşı başa düşdün, afərin, hər bir misalı, tapşırığı düzgün yerinə yetirdin. Yəni, bunlar ümumi rəylərdir. Amma mənim rəyim, məsələn, A variantında dəqiq şagirdə deyirəm ki, fikrini ifadə etmək üçün nədən istifadə etdin, informasiyanı necə əlaqələndir və s. Uyğunsuzluğu müəyyən edin deyir. Gəlin baxaq. 7-ci sual biraz düşüncə, məntiq tələb edən suallardan biridir. Böyük sual olduğuna görə mən hissə-hissə izah edəcəm bunu. Uyğunsuzluğu istəyir. Birinci buna diqqət edirik. Elnur avtobusa minərkən boş yer tapıb oturur və birdən yaşlı adam avtobus olmalıdır burada. Səhvimizi düzəldək. Elnur bunu görən kimi dərhal yaşlı adama yer verməklə insanların özünün nə dərəcədə düşüncəli insan olduğunu göstərməyə çalışır. Bu Kolberqə aiddir. Kolbergin qəbul olunma mərhələsinə, mənəvi dəyərlərdə qəbul olunma mərhələsi var ki, insan özünü kiməsə göstərmək üçün yaxşı olur. Yəni, yaxşı olmaya da bilərsən. Sadəcə istəyirsən ki, səni yaxşı tanısınlar. Ona görə sən başlayırsan, belə deyim də, öz hərəkətlərini başqalarına göstərməyə. İndi onun analogiyası, yəni eynisini tapmalıyıq da, qəbul olunma mərhələsinə aid olan situasiyanı tapırıq. Qrup işi zamanı müəllim bildirir ki, tapşırıqda aktiv iştirak etməlidir. Kamran özü tapşırığı artıq yaxşı başa düşüb və qrup yoldaşlarının yanında daha çox çalışır. Əlavə izahlar verir. O istəyir ki, müəllim onu nümunəvi şagird kimi tanısın. Baxın, dəyərli müəllimlər, burada da analogiyadır. Çünki müəllimə özünü göstərdi, bu da insanlara özünü göstərdi. Yəni, hər ikisi qəbul olunma mərhələsi doğrudur. Uyğunsuzluq yoxdur. Layihənin sonunda şagird qərar verərkən nəticəsini bir daha gözdən keçirir, yoxlayaraq layihənin müsbət və mənfi tərəflərini analiz edir, tam əmin olduqdan sonra təqdimat edir. Deməli, bu Carl Jung'un introvert düşüncəsinə aiddir. İndi gəlin digər tərəfə də baxaq. Şahmat oyununda oyuncu tələsmir, bütün ehtimalları düşünür və sonra oyuna davam edir. Hər ikisi introvertin qərar verməsinə aiddir. Ona görə bu da doğrudur.
Dərsə hazırlıqsız gələn şagirdi müəllim danlamır, tənəffüs zamanı onu kənara çəkərək sakit şəkildə danışır və səbəbi öyrənir. Bildirir ki, bu halın təkrarlanmaması üçün plan qurmaq lazımdır. Müəllim şagirdin özünü narahat hiss etməməsinə diqqət yetirir və ona dəstək olur. Gəlin baxaq, məsələn, burada bir çox nəzəriyyəni görə bilərik. Əməkdaşlıq var, sonra direkt kursun nəzəriyyəsi var. İndi baxaq digər tərəfə. Müəllimin davranış pozuntusu zamanı dərhal cəza vermək əvəzinə vəziyyəti araşdırır və ədalətli qərarın verilməsi üçün addım atır. Fikir versiniz, hər ikisi əməkdaşlığa yönəlik bir situasiya oldu. Heç birində cəza olmadı. Ona görə bu da uyğunsuz deyil. Müəllim şagirdlərə ədalət və hüquq sistemi haqqında abstrakt anlayışları izah edir. Mövzu mürəkkəb olsa da, şagirdlər mövzunu dərk etməkdə çətinlik çəkmir, anlayışı gündəlik həyatla əlaqələndirir. Bu, Piaget'in formal əməli mərhələsinə aiddir. Digər tərəfə baxaq. Müəllim riyaziyyat dərsində yeni mövzunu təqdim edərkən əvvəlcə mürəkkəb nümunələri özü edir, hansı hissədə şagirdin əziyyət çəkdiyini təxmin edə bilir. İzahdan sonra bənzər başqa tapşırıqları şagirdə təqdim edir və şagirdlər müstəqil həll edir. Bu isə artıq nəyə aid oldu? Scaffolding nümunəsidir. Yəni bizim bir tərəfimizdə Lev Vygotsky, digər tərəfimizdə isə Jean Piaget oldu. Ona görə də D variantı uyğunsuz variantdır. Deyirsiniz, bunu hardan bildik? Baxın, D variantında bizə açıq-aşkar deyir ki, abstrakt informasiyanı uşaq başa düşdü. Çətinlik çəkmədi, mövzunu dərk etdi. Burada müəllimin köməkliyini görmədik ki, amma digər tərəfdə isə müəllimin köməyi, müəllimin fasilitatorluğunu gördük. Gəlin Y variantına da baxaq. Müəllim dərsdə yeni mövzunu təqdim etdikdən sonra şagirdlərə fərdi tapşırıq verir. Tapşırıq zamanı Aysel əvvəlcə çətinlik çəkir və səhvlər edir. Müəllim onun işinə baxaraq, bu mövzu sənin üçün biraz çətin görünə bilər, amma etdiyin səhvlər öyrənmə prosesinin bir hissəsidir. Gəlin bu hissəni birlikdə bir daha nəzərdən keçirdək. Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsi. Cütlərlə iş zamanı tapşırığı yerinə yetirməkdə Samir əziyyət çəkir. Günel ehtiyac yarandığı təqdirdə sinif yoldaşına konstruktiv rəy verir. Bu da Karl Dweck'in konstruktiv rəylər hissəsinə aiddir. Yəni Y variantı da doğrudur, uyğunsuzluq yoxdur. Davam edirəm. 8-ci sual. Cümlənin növlərindən istifadə edərək hekayədə baş qəhrəmanın nitqini düzgün jest və mimikalardan istifadə edərək ifadə edin. Deməli, düzgün jest və mimikadan istifadə etməlidir. Qəhrəmanın nitqini ifadə etməlidir. Üstəgəl burada cümlənin növlərindən də istifadə edəcək. Ona görə bu olacaq məntiqi təfəkkür, bir də tətbiq etmək mərhələsinə. 8-də Y variantı. Sual versəniz nəyə görə belə deyim də, bu tətbiq etməyə aiddir. Çünki uşaq birinci cümlənin növlərindən istifadə edəcək. Yəni, burada cümlənin növlərini bilməlidir. Üstəgəl də düzgün jest, mimika, bu bir növ hərəkətlərlə bağlıdır. Yəni, hansısa bir prosesi icra etmiş olur şagird burada. Davam edirəm. 9-a baxaq. Müəllimin fəaliyyəti haqqında neçə fikir şagird yönümlü təlimin təşkilinə nümunə ola bilər? Neçə fikir deyir? Gəlin baxaq. Müəllim şagirdlərdə bilik və bacarıqlar formalaşdırmaqla yanaşı, onların sosial, emosional bacarıqlarının inkişafına da diqqət yetirməlidir. Bu düzdür. Müəllim dərsin təlim nəticəsinə uyğun olaraq qrup işi və müzakirə təşkil edir. Bu zaman qaydalar şagirdlərlə birlikdə tərtib olunur. Bu da doğrudur. Müəllim şagirdlərin maraqlarına əsaslanaraq dərsin mövzusunu seçir və dərs boyu düzgün fasilitatorluq edir. Şagirdlərin maraqlarına əsaslanaraq mən dərsin mövzusunu seçə bilmərəm. Şagirdin marağına uyğun olan təlim strategiyalarında buna diqqət edə bilərəm. Üsulların, strategiyaların seçimində. Amma dərsin mövzusu alt standartla bağlıdır. Yəni, mən ondan kənara çıxa bilmərəm. Ona görə bu səhvdir. Diferensial təlimin üstün cəhətlərindən biri hər şagirdin öyrənmə tərzini, hazırlıq səviyyəsini nəzərə almağa şərait yaratmasıdır. Bu da düzdür.
Şagirdlərə fərdi layihələr və tapşırıqlar verir, onlara öz işlərini planlaşdırmaq, vaxt bölgüsü aparmaq imkanı verir. Bu da fasilitatora aiddir. Bizim neçə fikrimiz düz oldu? Burada 4 fikrimiz düz oldu. 9-da B variantı. Ona baxaq. Bullyingin qarşısının alınma yollarından hansı yanlışdır? Dəyərli müəllimlər, bir var bullying baş verməsinə qarşısını alasan, bir də var bullyingi aradan qaldırasan. Bunlar fərqli-fərqli anlayışlardır. Məsələn, baş verməməsi üçün mən şagirdlərlə mənəvi dəyərlər onlarda aşılayaram, tənqidi təfəkkürü formalaşdıraram, empatiya hissini formalaşdıraram. Amma müəyyən etmək üçün nə etməliyəm? Bullyingi müəyyən etmək üçün də sorğu, anket, gizli şagirdin etibarını qazanmalıyam ki, o gəlib mənimlə fərdi şəkildə danışa bilsin. İndi bizdən qarşısını almağı soruşur. İnsanın mənəvi dəyərləri nə dərəcədə dərin olarsa, onun müxtəlif təsirlərdən bullyyə çevrilmə ehtimalı bir o qədər az olar. Bu düzdür. Yəni deyir, mənəvi dəyərlər insanda çox olsa, bullying halı törətməz. Buzqıran strategiyalarından istifadə. Bu da düzdür. Deməli, buzqıran strategiyalarından istifadə uşaqların bir-birini tanımasına, onlar arasında empatiya yaranmasına şərait yaradır. Şagirdləri maarifləndirərək bullyləri kəskin qınamaq və onlar haqqında aqressiv danışmaqla pozitiv nəticələr əldə edə bilərsiniz. Xeyr, bullyingi şagirdlərə belə deyim, kəskin şəkildə pisləmək olmaz. Biraz daha müsbət xüsusiyyətlərlə müəllim söhbətinə davam etməlidir. Yəni maarifləndirərkən baxın mənəvi dəyərlərdən danışar, empatiyadan danışar, tənqidi təfəkkürdən danışar, amma aqressiv danışmaq olmaz. 3-ü silirəm. Bullyingin deməli 1 və 2-ni götürdük. Belə bir variant, bir o qədər azalar. Hə, bizdən yanlışlar istəyir. Biz düzgünləri 3-lə götürməliyik onda. 3-lə başlayaq. Bullying aşkarlanan zaman bullinin cəzalandırılması əsas çıxış yolu olmalıdır. Belə halda bullyyə qarşı aqressiyanın göstərilməsi ümumiyyətlə yol verilməzdir. Baxın, burada bizə nə deyir? Deyir ki, bullying aşkarlanan zaman bullinin cəzalandırılması əsas çıxış yoludur. Amma ikincidə deyir ki, bullyyə qarşı aqressiyanın göstərilməsi yol verilməz. Yəni, iki cümlə də heç uyğunsuz cümlədir. Ona görə 4-ü götürürəm. Çünki bullyyə cəzalandırmaq deməzdim, amma onun bu hərəkətinin qarşısı almaq lazımdır. Məktəbdə baş verən bullying hadisəsinin təsviri ilə başlamayın. Bu bullini və bullying olunan şəxsləri qorxudar, onlar özlərinə qapanar. Düzdür, yəni məktəbdə baş verən hadisə ilə bullying, uşaqlar bizim məktəbimizdə də belə bir hadisə olub deməklə başlamaq olmaz. Ona görə üstəgəl qoyuruq bura. Şagirdlər bullyingin nə olduğunu, bunun hansı nəticələri gətirib çıxaracağı haqqında onları maarifləndirmək lazımdır. Lakin bullying baş verəndən sonra maarifləndirmə işi aparılmamalıdır. Xeyr, bu həmişə davam etməlidir. Bura qədər düzdür, amma buradan sonrası isə yanlış fikirdir. 3, 4, 6. Davam edirəm. Yanlış fikri müəyyən edin. Şagirdlərə intellektin dəyişməz olduğunu öyrətmək onlarda özünə inamın artmasına səbəb olur. İntellekt dəyişən olduqda uşağın özünə inamı artır. Ona görə A variantı səhvdir. Nə deməkdir bu? Məsələn, bir növ deyir ki, əgər şagird riyaziyyatı sevirsə, onun o intellekti heç vaxt dəyişməyəcək. Elə onda da qalacaq. Yəni, həmin şagird Azərbaycan dili, fiziki tərbiyə, musiqi, biologiya bunları sevə bilməz. Yəni, bu yanlış düşüncədir. Amma B variantında deyir, müəllimin strategiyadan istifadə etməsi, formativ qiymətləndirmə zamanı əks əlaqənin qurulması, şagirdlərdə risk götürmə mədəniyyətini formalaşdırmaq, dərsin məzmunu ilə bağlı işgüzar səs-küyün yaranması bunlar doğru variantlardır. Davam edirik 12-ci sualla. Müəllim 7-ci sinifdə ekosistemlərdə enerji axını və maddələr dövranı mövzusunu izah edir. Dərs zamanı o mürəkkəb terminlərdən istifadə edir, sxemləri izah edir və mövzunu əsasən nəzəri şəkildə təqdim edir. Şagirdlər dərs zamanı sakit görünsələr də, sakit görünsələr də tapşırıq verilərkən əksəriyyəti mövzunu anlamadıqlarını görür. Sadə suallara belə cavab verə bilmirlər. Deyir, bu situasiyada
Bu situasiyanın yaranma səbəbi və mümkün həll yolu nə olardı? Şagirdin diqqəti zəifdir. Şagirdin diqqətindən söhbət getməz. Çünki müəllimdə oldu burada problem. Mürəkkəb terminlərdən istifadə edir, amma əsasən mövzunu nəzəri şəkildə təqdim edir. Ona görə uşaqlar sadə suallara belə cavab verə bilmirlər. Yəni bir növ uşaq dərsi başa düşmüyor, belə deyək. Davranışla bağlı prosedurun üstündən də xətt çəkirik. Davranışla bağlı problem yoxdur. Qiymətləndirmə rubrikini təqdim etməyim o zaman olardı ki, mən dərsi gözəl izah edim və dərsi izah edəndə uşaq dərsi başa düşməsin. Mən dərsdə heç bir problem olmadan izahımı verim, amma uşaq başa düşməsin. Müəllim tapşırıqları şagirdin mövcud biliklərini nəzərə almadan hazırlayıb. Burada müəllimlər mövcud bilikdən daha çox müəllimin strategiyası zəifdir. Yəni müəllim dərsi elə izah etməlidir ki, o nəzəri şəkildə axı mürəkkəb dərsdən danışır, elmi terminlərdən danışır. Müəllim mütləq orada şagirdin intellektini, öyrənmə tərzini nəzərə almalı idi, idraç səviyyəsini nəzərə almalı idi. Tək mövcud biliklərdən söhbət getmir burada. Problem müəllimin dərsi izah etməsindədir. Baxın, Y variantına deyir ki, müəllim şagirdin mövzunu şagirdin intellektinə uyğun təqdim etməyib. Y variantı burada bizim doğru variantımızdır. Həqiqətən də müəllim şagirdin intellektini nəzərə alsa, idraç səviyyəsini nəzərə alsa, bu cür problemlər yaşanmazdı. Yəni, sadədən mürəkkəbə doğru nümunələr versə və vizual vasitələrlə izah etsəydi daha faydalı olardı. 13. Müəllim riyaziyyat dərsində koordinat şəbəkəsi mövzusunu tədris edir. Mövzunu şagirdlərə müxtəlif üsullarla izah etdikdən sonra nömrə 6 tapşırığına aid olan nümunəni yazı taxtasında qeyd edir. Və deyir ki, tapşırığın mexanizmini əks etdirən qayda və düsturlar yazılmış vərəqləri şagirdlərə paylayır. Şagirdlər tapşırıqları həll edən zaman müəllim onlara verilən nümunələrdən və təlimatlardan istifadə etməyi tövsiyə edir. Hansı fikir yanlışdır? Müəllim diferensial yanaşmanı tətbiq edir. Baxaq, diferensial yanaşma varmı? Bəli, müxtəlif üsullar var burada. Doğrudur. Müəllim fasilitator kimi çıxış edir. Şagirdin öyrənməsi üçün istiqamət verici yanaşmadan istifadə edir. Doğrudur, fasilitatorluq edir burada da. Müəllimin bu fəaliyyəti şagirdlərin müxtəlif xüsusiyyətlərini nəzərə alır, inklüziv mühit yaradır. Doğrudur. Çünki əgər müəllim müxtəlif üsullarla uşaqlara dərsi izah edirsə və dərs zamanı uşaqlara da yaxınlaşırsa, bu elə inklüziv mühitin yaranması deməkdir. Müəllim tapşırığı yerinə yetirmək üçün diferensial təlimin nəticə komponentini tətbiq etmiş olur. Nəticə müəllimlər yadda saxlayan şagirdin öz işini təqdim etməsidir. Başa düşdünüz? Yəni, şagird əgər gətirib müəllimə öz işini təqdim etsəydi, müəllim onun işinin təqdim olunma şəraitindən asılı olmayaraq qəbul etsəydi, şagirdin işini dəyərləndirsəydi, o zaman nəticə komponenti olardı. Ona görə D variantı bizim səhv variantımızdır. Yəni, müxtəlif üsullardan istifadə edirəm, uşaqlara dərsi izah edirəm. Bir növ bu prosesə aiddir ki, mən prosesi elə qururam ki, uşaqlarda nəyəsə belə deyim, nəsə etməyə çalışaq, nəsə əldə etməyə çalışaq. 14. Uyğunluğu istəyir. Müəllim şagirdlərə yuxarı təfəkkür səviyyəsinə aid açıq tipli suallar verir. Əksəriyyət suallara düzgün cavab verə bilməyəndə müəllim düzgün variantı təqdim edir. Bir səhvdir, çünki istiqamət verici suallar verməlidir və şagird elə cavabı tapmalıdır. Müəllim şagirdlərin düşünməsini təmin etmək üçün onlara bütün dərs boyu müxtəlif məqsədli suallar verməklə diferensial təlimin proses komponentinə uyğun fəaliyyət göstərir. Müxtəlif məqsədli suallar vermək diferensial təlimin məzmun komponentinə uyğundur, proses yox. İdraç taksonomiyasına uyğun dərsi qururamsa, bu məzmun komponentidir. Proses yuxarıda deyildiyi kimi, məsələn, müxtəlif üsullardan istifadə edirəm, müxtəlif iş formalarından, strategiyalardan istifadə edirəm. Bu proses komponentidir. 2-ni də götürmürəm. Deməli, bizim burada doğru cavabımız onda olacaq. 3 və 4. Yenə də gəlin baxaq. Müəllim dərsdə əvvəlcədən hazırladığı yuxarı təfəkkür səviyyəsinə uyğun sualları hazırlıqlı hesab etdiyi şagirdlərə verir. Yəni, bu səhv fikirdir. Ayrı seçkilik etmək deməkdir.
Müəllim keçirilən hər mövzu ilə bağlı şagirdləri bir-bir sual-cavab etməkdə heç vaxt mümkün deyil. Yəni 45 dəqiqə buna yetməz ki, mən bütün uşaqlara bir-bir sual-cavab edim. Ona görə elə səhv variantımız 3 və 4-dür. Müəllim şagirdlərə insanın qan dövranı sistemini göstərən sxem təqdim edir. Şagirdlər sxemdə ürək damarlar və qan axınının istiqamətini yalnız oxlarla və rənglərlə göstərməlidir. Təbii ki, bu nəyə aid olacaq? Ümumiyyətlə yadda saxlayan diaqramdır, cədvəldir, xəritədir, kompasdır. Bunlar qeyri-verbal düşüncəyə aiddir. Yəni səssiz düşünmə qeyri-verbala aiddir. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Gəlin baxaq. Uşaqlar lazım olan bacarıqlara sahib olmadıqda ətraf mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu da onların davranışına təzahür edir. Deməli, lazım olmayan bacarıqlara sahib olmadıqda ətraf mühitə çətinlik çəkən bu seçim nəzəriyyəsinə aid deyil, əməkdaşlıq və proaktiv hallar nəzəriyyəsinə aiddir. Biri götürürəm. Çünki doğru yazıb. İnsanın daxili motivasiyasının əsasını hissləri və ehtiyacları təşkil edir, onların davranışlarını istiqamətləndirir. İnsanın daxili motivasiyasını əsasən ehtiyacları təşkil edir. Elə bu seçim nəzəriyyəsinə aiddir. Qabağında yanlış yazılıb, içini götürmürəm. Şagirdlərin yanlış davranışına səbəb onların hər hansı bir sosial qrupa aid olmamasıdır. Bizdən nə istəyir? Bir dəqiqə. Bizdən uyğunsuzluğu istəyir. Biri götürdük, 2 doğruydu. Qabağında doğru var idi deyə götürmədim. Şagirdlərin yanlış davranışa səbəb olması onların hər hansı bir sosial qrupa aid olmama hissidir. Bu, bəli, sosial insan modelinə aiddir. Ona görə bunu da götürmürəm. İnsanlar təkcə birbaşa təcrübələri vasitəsilə deyil, həm də başqalarının hərəkətlərini təqlid edərək diqqətdə saxlamaqla öyrənirlər. Bəli, sosial öyrənmə Bandura nəzəriyyəsidir, amma qabağında da yanlış yazılıb. 16-da 1 ilə 4. D variantı doğru variantımız olacaq. Cədvələ əsasən uyğunluğu gəlin müəyyən edək. Müəllimin fəaliyyəti və mümkün nəticələr. Şagirdlər layihə üzərində işləyir, müəllim onların qarşılaşdığı hər problemi həll etməklə onların müsbət nəticə əldə etməsinə çalışır. Hər problemi həll etmək. İndi gəlin görək bunun axırı necə olar? Şagirdlərdə problem həll etmə bacarığı zəif olar. 1C. Müəllim şagirdlərə tapşırıq verir. Tapşırıqla bağlı onlardan eyni səviyyədə nəticə gözləyir. Eyni səviyyədə bu isə şagirdlərin fərdi inkişafını ləngidə bilər. 2A. Müzakirə zamanı müəllim şagirdləri eşitmək istədiyi cavaba yönəldir. Bu da azad fikrin, demokratiyanın az olması deməkdir. 3-də B. 1C, 2A, 3B. D variantı doğru variantımızdır. Müəllim dərs prosesini real vaxt rejimində təşkil edir. Şagirdlər əvvəlcədən müəyyən olunmuş vaxtda platformaya qoşulur, mövzu canlı şəkildə izah olunur və uşaqlarla əks əlaqə yaratmaq olur. Deyir ki, aşağıdakı situasiyaların hansında təqdim olunan tədris yanaşması bu modelə uyğun deyil. Bu hansı modeldir? Sinxron təhsilə aiddir və biz baxırıq ki, A variantında müəllim mövzunu izah edir. Eyni vaxt uşaqlar dərsdə iştirak edir. Bu sinxrona aiddir. Şagirdlər dərs cədvəlinə uyğun olaraq platformaya qoşulurlar. Müzakirə dərsdə aparılır. Sinxrondur. Müəllim mövzunu əvvəlcədən hazırlanmış video material şəklində qrupa göndərir. Bu isə sinxrona aid deyil. Asinxrona aiddir. Baxaq 19-cu suala. Universitetə hazırlaşan 11-ci sinif şagirdi Günel hər gün çantasında universitetdə boş yerə hazırlaşma, onsuz da sən heç nəyə nail ola bilməyəcəksən cümləsi yazılmış vərəq tapır. Bu hal dəfələrlə təkrarlanır. Yaşanan hal Güneli dərsdən sarsıdır. Daha sonra müəllimə məlum olur ki, bunu Günelin ən yaxın rəfiqəsi Aysel edirmiş. Yazını da zarafat olsun deyə yazırmış. Sinifdə belə hal baş verərsə verilənlər arasında Aygün müəllimə hansı addım atmalıdır? Yəni gördüyünüz kimi sinifdə bir bullying halı var. Bu ola bilər şagirdin dostu tərəfindən olunsun. Ola bilər ki, heç onu incitməsin. Amma necə zərər verəcəyini düşünməyib Günelə. Amma yenə də Günel dərslərindən soyuyur və bu Günelə pis təsir edir.
Ona görə də müəllim birinci uşağı bu məsələni araşdırmalıdır. Bullying edən kimdirsə, onu aşkara çıxartmalıdır. Həmin uşaqlarla fərdi şəkildə danışmalıdır. Onlara davranışın nəticəsini başa salmalıdır. B variantı bizim doğru variantımızdır. Məsələn, A variantında cəza var deyə üstündən xətt çəkirəm. İclas var deyə C variantından xətt çəkirəm. Eyni hərəkəti Günel də etməlidir. Aygün müəllimə bunu belə təşkil edir ki, empatiya yaransın, doğru addım deyil. Ailə ilə də danışmaq, yəni bu ailə ilə danışması bir məsələ deyil. Bunu birinci müəllim özü həll etməlidir. Və 20-ci suala baxırıq. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Realda olmuş həyati hadisələr üzərində problem həll etmə bacarıqları tətbiq edilir və bununla da şagirdlər real həyata hazırlanır. İnsident üzərində işdir, səhv yoxdur. Riyaziyyatda, məntiq məsələlərində çoxluqda bu üsuldan istifadə olunur. Əşya və hadisələri müqayisə etmək, oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün istifadə olunur. Venn diaqramına aiddir, doğrudur. Müxtəlif cinsi elementlərin birləşməsi deməkdir. Şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir və stimullaşdırır. Müxtəlif cinsi elementlərin birləşməsi sinektikadır. Sinkveyn deyil müəllimlər. Uyğunsuzluq elə C variantındadır. Belə dəyərli müəllimlər, testimizin izahı bitdi. Əgər bu video sizə yararlı oldusa, bəyənib paylaşmağı unutmayın və sonda gözəl rəylərinizi yazmağı da unutmayın. Bu rəylər bizə motivasiya verir. Sağ olun, növbəti sınaqlarda görüşərik.